Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu vesselamu ala Rasulillahi və ba'd. Ən birinci salamlayıram hər birimizi Allahın salamı ilə. Sonra bu münasibətlə təbrik edirəm qardaşımızı. Allah Teala onun övladını salih qullardan etsin. Özünə itaətdə böyütsün. Çünki övlad neymətdir. Valideyn üçün dayaqdır, valideyn üçün dirəkdir. Həmçə ola bilər ki, övlad bəladır. Bilirsiniz ki, övlad həm xeyir gətirə bilər, həm şər. Ola bilər ki, vaxt olar, deyərsən ki, Allahım, sənə sığınıram bunun şərindən. Ola bilər. Ona görə həmişə dua eləmək lazımdır ki, Allah Subhanahu taala xeyirli övlad eləsin. Və istəyəndə də Allahdan övlad xeyirlisini istəməz. Çünki nə qədər doğulanda sevinib, böyüyəndə kədərlənən valideynlər var. O övladların o hallarına görə çox pis olurlar. Və görürsən, məsələn, sözə baxmadıqlarına görə və ya düzgün tərbiyə olmadıqlarına görə, düzgün ətraf seçilmədiyinə görə, düzgün dostlar seçilmədiyinə görə görürsən, uşaqlar azır. Ona görə gərək övladlarının ətrafına fikir verəsən. Kimdən oturur, kimdən durur. Övlad o demək deyil, dünyaya gəldi, əgir kəsdin, çox qutardı getdi. Yox, əgir kəsdin, yəni birinci başladın artıq işə. Yəni Allah Teala'ya şükür elədin ki, Allah sənə bunu verdi. Sonra başlayırsan onu tərbiyə etməyə. Bu hamımıza aiddir. Tərbiyə də necə olur? İslam üzərində. Yəni əxlaq üzərində. Yaxı əxlaq kimdən öyrənilir? O da Peyğəmbərdən öyrənilir sallallahu aleyhi ve sellemlə. Bilirsiniz, bəziləri qayıdıb deyir ki, niyə Peyğəmbərdən əxlaq öyrənirik? Elə başqasından öyrənək də filan ədəbli adamlar var. Madam ki, mən seçim qarşısında qalıram, mən Peyğəmbəri seçirəm. Aydındır. Madam ki, seçim qarşısında qalmışam, mən ən yaxşını seçirəm, Peyğəmbər sallallahu əleyhi və səlləm. Sən seçirsən falan kəsi. Sən seçdiyin adamlar barədə nəsə deyənlər var, amma bizim Peyğəmbər barədə heç bir şey deyə bilmir. Heç kim bir də gətirə bilmir ki, hardasa əxlaqsızlıq eləyib, hardasa kiməsə qarşı kobud danışıb, hətta düşman olsa belə, kiməsə zülm eləyib, kiməsə payın yeyib. Gətirə bilməz heç kim, deyənməz onu. Madam ki, seçimdir, elə mən Peyğəmbəri seçirəm. Necə bəziləri var, deyir ki, Quran bizə bəsdir, biz ancaq Quranla gedək və görürsən, ayələri izah edəndə deyir ki, belədir. Madam ki, bu ayələrin izahına ehtiyac var. Sənə izahını neynirəm mən? Mən seçirəm İbn Abbasın izahını, İbn Məsudun, İmam Əlinin, başqa sahabələrin izahını. Sənin izahını neynirəm? Seçim qarşısında. Yox, Quran birbaşa ham başa düşməlidirsə, bu mümkün deyil. Var elə adamlar deyir ki, Quran bizə bəsdir. Yəni, ancaq Qurandan götürək. Yaxşı, orada elə ayələr var ki, orada izaha ehtiyac var. Neynəyək onları? Deyir, onları gəlin, mən izah edeyim. Öyle izaha lazım olan yerdə sənin yanıma gəlincə elə gedək, kimə nazil olub onun yanına da. Onun kitablarına baxaq da. Ondan danışılmışlara baxaq da. Ona görə qardaşlar, yəni, əxlaq da götürəndə kimlə götürək? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə. Ləqad kənə lakum fi Rasulillah usvetun həsənə. Həqiqətən də sizlər üçün Peyğəmbərdə gözəl örnəklər var. Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı. Təbii ki, övlad təhsillənir çöldə, təhsillənir məktəbdə, təhsillənir dostlarından, küçədə. Bu şeylərə diqqət etmək lazımdır. Çölə çıxıb, yəni çölə niyə çıxıb? Və getdi, hara getdi, niyə getdi, kimdən getdi? Fikirləşmək lazımdır. Özü də görsün, narkomaniya çoxalıb. Çəkirlər, içirlər, alkoqolizm çoxalıb. Həmşə çoxalıb qumarbazlıq, qumar oynayırlar. Telefonda var, əllərində girirlər, nəzarət eləməsən qumar oynayırlar. Yazır şot orada, birinci udur. Sonra bir də baxsan ki, ev yoxdur. Banka 15.000 borcu var. Xəbər tutursan sonra. Nə üçün? Çünki baxmırsan, nə oynayır orada, nə inir. Sən fikir verməsən ona, azacaq o. Yəni, azmaq gətirib, yəni, ona verilib də belə iki əlinə. Aydındır? Bəlkə də özün alıb vermirsən. Ola bilər. Və ya bibisi alıb, əmisi alıb, dayısı alıb, hədiyyə verir. Aydındır, ona görə görürsən nə qədər çoxalıb vasitələr. Görür, orada bunu eləyirlər, meyli artır. Burada belə meyli artır. İndi nə qədər insanlar əziyyət çəkir valideynlər. Mən vaxtında
Vaxtında bəs vaxtında üstünə düşmək lazım idi, vaxtında demək lazım idi, vaxtında tərpənmək lazım idi. Sonra görsən artıq o gecdir. Gecdir. Bu nədən irəli gəlir? Yəni bu fikir verməməkdən. Dua edirəm, dua eləyir, amma səbəblər də var. Dua edirsən, səbəblərdən yapış. Məktəbdə fikir ver, müəllimi kimdir, müəlliməsi kimdir? Nədir o müəllimənin fikirləri, müəllimi fikirləri, əxlaqı? Bunlar hamısını nəzərə alma. Çünki uşaq gedir oradan nə getməyə? Elm getməyə, ədəb getməyə, əxlaq getməyə. Gedmir ki, oradan tərbiyəsizlik öyrənib gəlməyə. Elə fikir verəsən. Gördün, pis məktəbdə çıxartsan, başqa məktəbə qoyursan. Pis müəllimdir və ya müəllimədir, çıxartsan, başqasını yana qoyursan. Mühümdir. İnsan ya təsir edir, ya təsirlənir. Orta bir dənə yer yoxdur ki, donduq qaldıq. Bir dənə öləndə də yanır, bir də yatanda. Qalan hərəkətdəsən. Ya fikirləşirsən, ya düşünürsən, ya gedirsən, ya gəlirsən. Dayanmaq yoxdur. Dayanmaq yoxdur. Bir dənə insan dayanır yatanda, bir də öləndə. O külliyən dayanmaqdır dünya ilə. Müvəqqəti dünya ilə aramızı kəsirik yatanda. Sonra təzdən qayıdırıq. Aydındır, hadisələrdən də xəbərimiz olmur ha. Deyirsən, nə olub? Deyirsən, yatmışdın. Aydındır, yəni oyanmasan insan bu hadisədən xəbərin olmayacaqdır. Yəni insan bu qədər zəifdir. İnsan zəifdir. Yəni qəflətdə olmaq olmaz uşaqlar barədə. Çünki elə bir zamandır, qardaşlar. Yəni biz bəzi şeylər özümüz görürük, şahid oluruq. Bəzi yerlərə gedirik, görürük ki, cavanlar azır. Aydındır, səbəb nədir? Valideynlər diqqət eləmir ona. Başlayır siqaret çəkir, sonra başlayır nə bileyim nəsə, yüngül nəsə eləməyə, sonra başlayır belə, sonra başlayır belə. Bir də üstünə getmə, uşaqdır, gedər özünü atar. Uşaq deyir, variant var. Mən özümü desəm ataram, mən nə əl çəkəcəklər, gedim işimi görüm. Sən özün silahı verirsən ona. Olmaz, diqqətli olmaq lazımdır. Aydındır, bu şeyləri bilmək lazımdır, bunların üstündə işləmək lazımdır. Aydındır, övladları tərbiyə eləmək. Övlad söyüş eşidəcək çöldə. Pis şey eşidəcək. Amma dünənki belə şey eşidəcəksən çöldə səhvdir. Belə şey görəcəksən səhvdir. Aydındır, belə şeyləri öyrət ona. Hüzeyfə radiyallahu anh deyir ki, İbn-i Yəmən, bir Peyğəmbərdən biz yaxşı şeylər soruşduğumuz kimi pis şeylər də soruşurduq. Çünki nə deyir Peyğəmbər Hüzeyfə radiyallahu anh? Kənə nəsəyəsən, nəbiyyə sallallahu xeyr. İnsanlar hamısı Peyğəmbərdən xeyri soruşurdu. Və əsəluhani şər. Ondan şər barədə soruşurdum. Niyə? Onu eləmək üçün? Yox, mən xafətə ən yudrikəni. Qorxurdum ki, mən düşərəm ona görə. O şərə düşərəm. Ona görə öyrənirdim ki, mənə xəbər versin onlar barədə. Peyğəmbər s.ə.v sünnətini öyrətdi bizə yolunu. Həmçinin azğın yolları da dedi. Demədi ki, o azğın yolları biz o gedək. Bu dedi var. Birdən qabağımıza tutsa deməyin, Peyğəmbərimiz bizə xəbər vermədi. Allah özünə ibadəti öyrətdi bizə. Quranda bir yer ayırdı. O qədər də bir yer ayırdı Allahdan qeyri ibadət edənlərə. Dedi, bunlar da var. Belə deyirlər, belə deyirlər. Allah bizi Allahdan qeyrisinə ibadət çağırmırdı ki. Onların ibadətlərini deyirdi ola ki, bilək ki, belə şey var. Aydındır və deyirdi, insanlardan belələri var, belə eləyir, belələri var. Ona görə yoxdur, gedək onları tapaq görək. Birdən qabağımıza çıxsa, bilək ki, bunlar olardı. Hansı ki, Allah təala deyib onlar var. Ona görə sən də övladını öyrət, hətta uşaq yaşlarından ona bəyan elə, öyrət. Bir də görərsən gecdir. Sən ona uşaq kim baxırsan, o görə çox şey bilir öyrət. Artıq çox şey bilir artıq. Sən eləsən o uşaqdır. Yox. Öyrədirlər onu, öyrədirlər. Öyrədirlər onu. Multfilmlərdə öyrədirlər onu hər şeydə. Öyrədirlər ona, sənin xəbərin olmur sadəcə. Fikir verinə, diqqət elə. Yoxsa görərsən ki, bir də baxarsan ki, yaxşı deyil. Bu, yəni, xəyali misallar deyil, bunlar hamısı reallıqdır. Öz bunları görürük və əminik bu danışdıqlarımızda bunlar bəzilərinin də həyatında var. Çox təəssüf. Buna görə ehtiyatlı olun, qardaşlar. Övladlarımız barədə diqqətli olun. Fərqi yoxdur, qız yoxlan, fərqi yoxdur. Bəzə ki, qıza daha çox ehtiyatlı olmalı, fərqi yoxdur, qız oğlan, fərqi yoxdur. Hələ qıza da diqqətli olmaq lazımdır, oğlana da, fərqi yoxdur. Aydındır. Görsən, valideyn övladı olur, sevinir, sonra deyir ki, sən olan yerdən bir dənə körnəm nə olardı, kar nə olardı, aydındır, nə üçün? Çünki fikir verməyib. Ona fikir verin övladlarımıza, uşaqdır deyib keçməyin. Onlar başa düşürlər çox şey.
Allah kömək olsun, qardaşlar. Allah yardım etsin. Çünki elə yerlərə gedirsən və elə görürsən ki, 15 yaşı var, 16 yaşı var. Yəni bu artıq pis vərdişlərlə məşğuldur. Bu harda valideyn elə bir kənə uşaqdır. Sən də mənə uşağı. Bunlar iş görülmüşlər, samadı xəbəri yoxdur. Ehtiyatlı olmaq lazımdır, diqqətli olmaq lazımdır. Bu əsrin bəlalarındandır. Narkotik, həmçinin içki, bir də qumar. Qumar da elə də elə gedib kart oynayaq, nə bilib gedək 5 dənə kişi yığılsın, bir dənə çay evinə. Elə deyil də, evdə oturub divanda, bəlkə deyir ki, ata, mən ən yaxşı uşağam. Dərslərimi də oxumuşam, orada artıq qumarı oynayıb, gözləyir cavab çıxsın. Sən də heç nə bilmirsən, nə biləsən. Bəlkə də orada 15 min manat pul qoyub. Sənə də kartını yazıb ora gedib. Bilmirsən, ehtiyatlı ol. Bəzilə uşaqların pulu örgədir, olmaz. Uşaq nədir, pul nədir? Yadınıza gəlsə, bizim vaxtımızda uşağa bizə pul vermirdilər. Məktəbə düzəldirdilər, buterbrod, get. Pul nə? Pul sevinərdik bizə verəndə. Düz yenə belə o vaxtın 250 manatın, 100 manatın, 50 manatın, 100 belə verirdilər. Bir şirvan çıxardı vermirdilər də. İndi görsən, məsələn, 15 yaşı var, 12 yaşı var, 13 yaşı var, 100 manatı var, 200 manatı var cibində. Bu, neyini o uşaq pulu? Azarbaşı 5 manat olsun onda, 3 manat, belə. Valideyn elə bilir ki, yaxşılıq edir. O yaxşılıq edir. O çöldə aslanlar, canavarlar gözləyir o 100 manatları. Aydındır, apaqlar gedir, oturaq orada, gedir, oturaq burada. O da məclisi görəndə başqa şeylər görür məclisdə, maraq oyanır. Sən də bilmirsən və belə görürsən ki, artıq təhlükədir. Artıq sonra çətin olursan onu qaytarmaq. Dinimiz nə vaxtdan uşağa tərbiyəyə fikir verib, elə başlanacaqdan. Uşaq olmamışdan qabaq. Birinci onu ana seçməkdə. Aydındır, ana biz tərbiyə... Bunlar hamısı mühümdür, qardaşım. Bunlar hamısı bir dənə məsələdir. Bu arada kitablar var. Lakin mən sizi o kitabların ixtisar elədim şiddətli şəkildə. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala sizin üçün də, bizim üçün də bu övladlarımızı, həmçinin bu övladı valideynlər üçün xeyirli eləsin. Onu gözlərin nur eləsin, ondan xeyir xəbər eşitsin. Lakin elə bir zamandır ki, həzər eləmək lazımdır, ehtiyatlı olmaq lazımdır. Allah kömək olsun. Selamun Aleyküm və Rəhmətullah.